Sonra xalam zəng elədi, dedi 300. Mən inanmadım bizə, çünki gözlüydüm ki, neysə kəsəcəklər. Açdım Dimin saytından baxdım, gördüm hamısı 100. Sevindim. Sonra anam yanımdaydı, elə bir-birimizi qucaqladıq, ağlaşdıq. Nə qədər dərs vermişiksə, hamısının o yuxusuz gecələr sayəsində onu əldə edib. Bu şəhidlərin içərisində bizi sevindirən daha əsas məqam şagirdimiz Səfərova Aysel Eldəniz qızının maksimum 300 balı toplamasıdır. Mən Səfərova Aysel, Saltı rayonu Məmməd Əliyev adına Sultanlı Kənd Orta Məktəbinin 11-ci sinif şagirdiyəm. 2008-ci ildə doğulmuşam. Evdə 4 nəfərik, bir qardaşım var. Azərbaycanda ən yüksək nəticə yığan 43 nəfər arasında olmaq çox xoşbəxt bir haldır. Bunun üçün zəhməti olan valideynlərimə, dəstək olan sinif yoldaşlarıma və müəllimlərimə təşəkkürümü bildirirəm. İmtahanlara hazırlaşmaq üçün çox ciddi olmaq lazımdır, disiplinli olmaq lazımdır. Təbii ki, zəhmət lazımdır, hədəf qoymaq lazımdır. Qabağa hədəf qoyanda daha stimullu olursan, bu sənə motivasiya olur. Və əsasda diqqətli olmaq lazımdır. Yəni, məsələn, elə uşaqlar var ki, 290+ yığır. Əslində, bu demək deyil ki, onlar neysə bilmirlər. Əslində, onların diqqətsizliyindəndir. Mən əslində özümə inanmırdım. Çünki həmişə mən Azərbaycanla açıqlardan çox səhvim olub. İndi də gözləyirdim ki, açıqlardan kəsəcəklər. Amma deməli, cavablar çıxanda mən əslində göndərməmişdim 77-27 kodumu. Mən də həmişə vərdişdi ki, 9 sətirdə belə etmişdim. Gözlədim kimsə desin ki, cavablar yalan oldu, onu da atım 77-27 kodumu. Sonra xalam da məndən gizlicə atmışdı kodu. Sonra xalam zəng elədi, dedi 300. Mən inanmadım bizə, çünki gözləyirdim ki, neysə kəsəcəklər. Açdım Dimin saytından baxdım, gördüm hamısı 100. Sevindim. Sonra anam yanımdaydı, elə bir-birimizi qucaqladıq, ağlaşdıq. Sonra ilk xəbər verdiyim adam da atam idi, işdəydi. Dedi ki, bəs 300 yığmışıq, o da çox sevindim. Bu işdə mənə ən əsas dəstək olan təbii ki, valideynlərim idi. Hər zaman yanımdaydılar. Hətta imtahan verəndən sonra bəzən depressiyaya da girirdim ki, balım aşağı gələcək. Çünki gözləmirdim çox yüksək nəticə. 290'ları da gözləyirdim. Hətta dramatik olmaq lazımdırsa 280'də gözləyirdim. Həmişə ağlayırdım. Anam sakitləşdirirdi ki, eybi yoxdur, hər şey yaxşı olacaq. Direktorumuz da sağ olsun, dedi ki, eybi yoxdur. Əsas can sağlığıdır. Blok əslində hələ də elə güclü deyil. Amma inşallah ki, oradan da yüksək nəticə yığaram. Gələcəkdə 4-cü qrupa hazırlaşdığımdan tibb ixtisası da verəcəm və hədəfim cərrah olmaqdır. Həsənov Ehtiram, Azərbaycan Dil Ədəbiyyat müəllimi, həm də 11A sinifinin sinif rəhbəri. Sinifdə ən yüksək nəticə göstərən şagirdlərdən biri Aysel Səfərova dəfələrlə olimpiyadalarda yer tutub və nəinki Aysel xanımdan başqa şagirdlərdən də yüksək nəticə gözləyirdik. O da Aysel xanıma qismət oldu ki, buraxılış imtahanından maksimum 300 bal
nəticəni əldə etdi. Aysel həmişə dərslərində davamiyyəti qaydasında olub, bilmədiklərini soruşub, çox məsuliyyətli şagird olub. Nə qədər dərs vermişiksə, hamısını o yuxusuz gecələr sayəsində onu əldə edib və tam hazırlıqlı gəlib dərslərə. Və buna görə də bu uğuru əldə edib. Və ona görə də Aysel xanıma, onun ailəsini, bütün kollektivimizi və onun sinif yoldaşlarını buna görə ürəkdən təbrik edirəm. Və növbəti buraxılış imtahanlarını veriblər. Artıq qəbul imtahanlarında inşallah Aysel xanımdan 400 bal gözləyirik. Ələsgərov Raman Nazimoğlu, Saatlı rayon Məhəmməd Əliyev adına Əli Sultanlı kənd tam orta ümumi təhsil məktəbinin direktoru. Deməli, Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi 11-ci siniflərin buraxılış imtahanında Əli Sultanlı kənd tam orta ümumi təhsil məktəbinin 11A və 11B sinifi olmaqla 42 şagird imtahan vermişdi. Çox sevindirici haldır ki, bu 42 nəfər şagirddən sinifin birində 21 şagirddən 16 nəfəri 200 baldan yuxarı nəticə əldə eləmişdir. Və bu şagirdlərin içərisində bizi sevindirən daha əsas məqam şagirdimiz Səfərova Aysel Eldəniz qızının maksimum 300 balı toplamasıdır. Aysel Səfərova bundan əvvəl də dərslərində mütəmadi olaraq çalışqan olmuş. Əvvəllər aşağı siniflərdə, 9 və 10-cu siniflərdə Respublika Fənn Olimpiyadasının biologiya fənni üzrə 2-ci və 3-cü yerləri əldə etmişdi. Bu münasibətlə Aysel balamızı, məktəb kollektivimizi və valideynlərini təbrik edirik.